Seyid Turabov var, Osman Sələfi var, Şeyx Başdoğan Qamət. Qardaşlar, dərslər var yetəri qədər. Qulaq asmalar, onlardan faydalanır. O türklər biraz, onlarda biraz sufi, nəqşibəndiliyi çox deyir. Bəziləri də o şey ixvandırlar. İxvan, yəni xuruzlar məsələlər var, alimlərə tən var. Yəni bu məsələ... Görürsən ki, ağladır da qardaşlar. Məsələn, birini ağlatdı ikisi. Məsələn, nəsiyyət heç onu varış belə eləmir. Havalıq al falan. Baxın, tövbə elə əməlini. Yoxsa xeyri yoxdur. Amma bəyan eləmək lazımdır. Lazımdır. Bəli. Açıq aydın ki, filan kəs, məsələn, cəmaatı ağladır. Bəli, bəyan eləmək. Sən hələ nə olur? O təfsir edin. Falan vaxtı, falan Allahdır, o Allahdır. Yəni bizdə qardaş qəribədir. Misal deyirəm məsələn, qəribə nədir? Bazara gedəndə bazara. Bazara gedəndə bazara. Hamı soruşur ki, məsələn, o satan necə adamdır? Allah'tmır, tərəzidən vurmur. Və ya belə soruşur o adamları. Desələr ki, o adamda şey var, naqislik var. Məsələn, Allah'dır, tərəzidə vurur. Tez sözün qəbul edirlər, gedmirlər onun yana. Yəni, pomidor alanda cəhd tədil elmi işlədirlər. Pomidor alanda, kartoşka alanda. Deyir ki, o əmin adamdır, o səni anlatmaz. Sənin sumkan onun yanında qalsa da, gətirib səni evində verər. Ondan al. Bunu da nə elədi? Tədil elədi. Birini cərh elədi, pomidor satanı. Kartoşka satanı dedi ki, yaxşıdır. Bunda qəbul eləyir. Əgər doxsuz deməsə ki ona ki, qardaş, o problemli adam idi, ondan niyə aldın? Deyər ki, mənə niyə demədin, qabaqsın? Qınıyır dostum, amma dində qınamır. Dində deyənlər deyir ki, həddadisiniz. Həddadilərsiniz. Təzə firqə çıxmışsınız. Aydındır. Yox, qardaş, biz alimlərin dediyini demişik. Alimlərin dediyini demişik, heç kim də özündən kiməsə bidətçi deməyir. Şeyx Əhməd, Yəhyə, Nəcmdən soruşurlar ki, niyə görə siz bidətçi deyirsiniz cəmaata? Deyir, Allaha and olsun ki, mən işimə bidətçi deməmişəm. Sadəcə olaraq o bidətçi olub, cəmaata demişəm, uşaqlar, bidətçi oldu. Ondan uzaqdır. Yəni, özünü aparıb o səviyyə çatdırıb, mən də qorxmuşam ki, cəmaat deyib qoşdular ona. İyi bəyan eləmişəm. Amma məsələ bu belədir. İlqar, məsələ... Mən sual qaldı bayağı. De. Kimi sual De, sən. Bu şəxsiyyətə bağlanmaq söhbəti var. İndi istərsən, avam kimləsə soruşmalı belə deyil. O əvvəl ki, misal üçün görürsən, Əhməd həm belə adını çəkəndə, ya Buxayan adını çəkəndə görürsən, sifət dəyişilir ya. Ondan tanıyırlar, yəni ki, bir tərəfini. O cürdə misal üçün qaməti, yəni ki, şey eləmək yəni belə şey. Biz bilirik ki, qamət salamatdır da. İndi şəxsiyyət ki, biz avam adamla onsuz bağışdırmıyoruz ki, başlayırsan. Biz bilirik ki, bu insan alimlərə bağlıdır, elə deyil. Bu haqq üzərindədir. Və kimlərsə onu danlayırsa, biz ayrıdır ki, bana deməli izahı verir. Əhlüsünnədə budur ki, şəxsiyyətlərə şey yoxdur. Yəni, məsələn, bizdə belə deyək ki, məsələn, haqq filan kəsin yanında danacaq. Elə şey yoxdur. Lakin, haqq üzərində tanınan kişi olarsa, haqq üzərində tanınmış bir kişi olarsa, öz yaşadığı məntəqədə, öz yaşadığı bölgədə ona, yəni haqq olduğuna görə müxaliflik olunarsa, onunla bilmək olar. Məsələn, Şeyx Alban Rahimallah, məsələn, Şeyx Abdülmuhsin Abbad deyir ki, mən təkəlləmə fil əlbəni, kim Alban haqqında danışırsa, muttəhimun fi din. Dinində ittiham olunur. Dən danışsa. Məsələn, Şeyx Muqbil deyir ki, Şeyx Rabi Allahın yer üzərindəki ayətidir. Yəni, rafizlərin ayətullahı kimi yox. Yəni, yer üzərində əlamətdir. Biz o insanla haqla batili seçirik. Belə Allah, belə alimlər göndərir. Yəni, alimlərlə seçə bilərsən, bəli. Şəxsiyyətlərlə bağlılığımız yoxdur. Kim bilir, onun olur. Yoxdur ya, haqq danışmıyor. Haqq əhlinə, sünnə əhlinə zidd olanlar həmişə batil olur. Fərqi yoxdur, kim olur. Fərqi yoxdur. Bilseydik seçiyor onları, yalan danışanı, o mən savadını çat. Mən təzə gəlmişim, təzə bulaq. Danışırlar, mən bazarda işləmiyorum, orada çox danışdım.
danışanda adam dinləmir. Amma mən onu dedim ki, bu düz danışır, yalan danışır. Mən savadım çatdırıb salmam. Alim adı çəksə də, mən bilməm bu həqiqi alim adı çəksə, dəf alim. Və məsələ biraz ağırdır. Sən dediyin məsələ biraz ağırdır. Yəni sənin üzərində düşün ki, sən dini öyrənəsən. Ona görə belə şeylər bizə öyrədir ki, dinimizi öyrənmək lazımdır. Bu şeylər bizə öyrədir, dinimizi öyrənmək. Amma sən yenə də ölkən alimlərin adın. Ölkə məsələn, mən deyim sən alimlərimizi. Məsələn, Şeyx Salih Fovzan, Şeyx Abdülmuhsin Abbər, Şeyx Rabi Əl-Mədxəli, Şeyx Muhammed İbn Hadi Mədxəli, Şeyx Salih Suheymi, Şeyx Abdullah Əl-Buxari, Şeyx Ubeyd Əl-Cabiri, Şeyx Muhammed Said Raslan, Şeyx Abdülaziz Ali Şeyx Mufti, Şeyx Salih Heydan. Amma olan alimlərimiz. Hamısında mənhəci birdir. Yəni hamısını bir otağa yıxsan, hələ bidətini qoysan ortağa, hamısı tezə o bidətçidir. Sadəcə olaraq alimlər insanlar haqqında özlərində olan məlumat çərçivəsində danışır. Biz baxırıq kimdə o çərçivə genişdir. Onu götürürük, o alimlərin də şəninə toxunmuruq. Demirik ki, belədir, təyin eləmirik, və əhlüsünnə yoludur. O belə. Alimləri tanı, yavaş-yavaş dinivi öyrən, Quran oxumağı öyrən, yavaş-yavaş, belə. Etibar elədiyi qardaşlardan soruşurlar. Bəli, indi o şək yoxdur, etibar elədiyin adamlardan. Məsələn, bir geçsən qıraq yerə, uzaq yerə. Etibar edeyim bir qardaş gəlibsə ki, məsələn, sən falan kəs dünyasını dəyişdi kənddə. Deməyəsən ki, yo, gözdə dəqiqləşdirin bunu. Çünki inanırsan. O belə. Hə, de. Bəzi cavan qardaşlar yanımızda var da, yəni bu atımı atmasın, səhv atımı atmasın. Məsələn, deyirlər ki, bizə o qədər deyir ki, ədalətli olun. Yəni bir sözdə çıxanda bir araşdırın. Deyir, onlardan danışın, baxın, o nə deyir. Bəlkə o sizə də Quran sünnəni sizə izah edəcək ki, məsələləri. Yəni bu düzgün addımdır, onların yanına getməyə duasını. Kimdən ki, çəkindiriblər ha? Onların yanına gelib soruşmaq. Yox, düzgün deyil. Əhlüsünnə yol deyil. Sələflər getməyiblər qulaq asmağa, qulaqlarını qoruyublar. Əhlüsünnə qulaqlarını qoruyub. Sənə yetər ki, alimlər danışırlar. Bu sənə yetər. Sənə yetər ki, alimlər bu şeylərin bidə olduğunu, bu şeyləri daşıyıcıların bidətçi olduğunu bəyan edirlər. Sənə yetər ki, o qovulları götürüb dəlillərlə ibadətləri davam edəsən. Yolunu gedəsən. Çünki Əhlüsünnə vəl Cəmaə icmasına görə, Şeyx İbn Teymiyyə rahimehullah deyir, bidətçi ilə gedib oturub ona münazirə eləmək, onun kitablarına baxmaq olmaz. Bir şərtlə, əgər onu eləyən alim olarsa, o da nə qəsd olmalıdır, ona rədd qoymaq. O oxusun, orada olan xataları bilsin ki, ümmətə bəyan eləsin. Bu şərtlə, necə Şeyx Rabi eləyir, hafizahullah, oxuyur olan kitabların dərslərinə qulaq asır, sünnəni qoruyur zibillərdən, sünnəni qoruyur çirkinliklərdən, aydındır, təmizləyir, sənə səhih yolu qoyur Allahın izinlə. Və başqa alimlər də həmsin. Alimlərin bəyanatı sənə yetər. Ora-bura getmək lazım deyil. Kimdən çəkindirirlərsə, yəni onların yanına getmək olmaz. Əhlüsünnə icmasıdır. Yəni deyim ki, sənə ki, ixtilaf var ki, get, buraya götürmüsən. Nasıl? Saudiya, Tofiq dövləti. Tofiq dövləti Əhlüsünnə. Bu Hansı alim, Rabbani? Hansı Rabbani alim? Kimisə cərh eləyəndə, deyib ki, gözləyin uşaqlar, gözləyin, kameraları gəlin qoyaq, oturaq sonra cərh. Yəni cərh kameradan sonra olsun. Bu batil bir şeydir, qardaş. Əhlüsünnə belə eləməyib. Əhlüsünnədə müxalif söz olubsa, rədd olunub. Kimliyindən asıl İmam Əhməd rahimallah, İbn-i Cəvz rahimallah İmam Əhməddən rəvat edir ki, kənə yaruddu alə müxalifin bi müxalifətihi. İmam Əhməd rahimallah müxalifləri rədd edirdi müxalifliyinin qədərində. Nə qədər müxalif olmuşdu, o qədər rədd edirdi. Yəni, belə bir şey gözləmirdi ki, geçsin. Çünki o vaxtda getmək çətin idi. Dəvə ilə gedirdilər. Ona görə o ölərdi, yolda çatmazdı. Rədd də qalardı.
Hamı batilə tapılır. Yoxdur elə şey, qardaş. Deyilir, bəyan olunur. Aydın düşür, yol bəyan olunur. Amma kameralar zatlar, bu belə şey yoxdur. Oturaq, görüşə, söhbət eləyək, məndə nəsə var. Geçsin alimlər otursunlar. Otursun alimlərlə söhbət etsinlər. Sadəcə onlarda belə şey görürük ki, onlar istəyək cahil qardaşları çəksinlər. Otursun onlarla Təsir edirlər də belə şeylər. Cahillərlə Əslində dübədi oturaq, belə şeylərlə təsir edirlər avamlara. oturmuşlar çoxlar şeyxlərlə. Elə o ki çağırmışam şeyxlasına yana gəlməyib. Məsələn. O gəlməyib. Oturmuş o söhbət deyil onlar. Biz alimlərə dələn tabi yolumuz var, mənhəcimiz var. Baxmırıq çoxluğa, azlığa. Bir dənə qardaş vardı. Mənə yazmışdı ki, boksyorlar biz tərəf, o tərəfdədirlər. Ayım qardaş, biz ringə çıxmayacağıq ki. Alimlər biz tərəfdədir. Yəni, ring olsaydı siz deyən idi. Amma elədir ki, ring deyil də, elmdir. Burada alimlər biz tərəfdədir. Güləşçi qardaşlar, imkanlı qardaşlar oradadır. Belə basit şeyini anladılar zamanı. Bilirsiniz nə gördürəm? Çünki özləri açıq-aşkar etiraf edirlər ki, alimlər hamısı bu tərəfdədir. Nə mənada? Belə açıq-aşkar deməsə də sətir altı. Misal üçün, deyirsən ki, alimlər cərh eləyib, o deyir, Şeyx Abbad eləməyib. Bir dənə. Görünür ki, sırası ki, yəni alimlər hamısı bu tərəfdədir. Çünki o bir dənə şey deyir ki, Şeyx Abbad eləməyib. Misal üçün, bir alim çəkir, adı çəkir. Və yaxud da məsələn deyir, Şeyx filan kəs eləməyib. Yox, aydın da olar. Deyirsən 20 nəfər eləyib, deyir məsəl üçün filan kəs eləməyib. Görünür ki, mən bu adam yəni alimlərdən uzaqdır. Aydın məsələdir. Axı onlar o toplum indi mən hamısını demirəm. Lakin onların əksəriyyəti alimlər düz adırlar. Gizlin və ya aşkar önəmli deyil. Önəmli deyil bizim üçün o gizlin deyil, onu aşkar. Məqsəd insanları alimlərdən uzaqlaşdırmaq. Məqsəd odur ki, insan məsələn hələ bir sual verirlər. Deyirlər ki, məsələn adam var, daha doğrusu mən istəyirəm elm tələb eləyəm. Gedəm elm tələb eləməyə. Lakin alimlər, şeyxlər bəzi adamlar haqqında danışıblar. Onların bidətdə ittiham ediblər. Və siz də onlardansınız. Mənə nəsiyyət edirsiniz. Bunun nəsiyyətinə bax. Deyir, evdə otur, heç kimin yanına gedmə. Otur evdə Albaniyaya qulaq as. Səni ölülərə çağırır bu. Albaniya ölüb. Deməkdən ki, ged Rabbani alimlərə, böyük alimlərimiz var. Niyə görə? O alimlər var, böyük. Hamısı onun haqqında danışıblar, onu bidətçi sayır, ona görə. Aydındır, əxi, məsələ aydındır. Onlarda tənfirun nəsəni, öləmə var. Alimlərdən insanları qaçırtmaq. Amma necə, birbaşa? Yox, birbaşa yox. Deyir, oğlum, deyir, oğlum, mən sənə nəsiyyət edirəm. Gelib girərsən, başın qarışar. Otur evdə özün oxu. Belə elm alıb sələflər. İmam Malik Rahimullah deyir ki, 4 yaşım vardı, anam mənə İmam Malik həyatı kitabı var. Bir balaca uşaq idim, anam mənə qoydu şeyə, geyindirdi cələbiyyəmi, başıma papaq qoydu. Dedi, get filan kəndə birinci, balaca uşaq elmə gedib. Get orada 2 il ədəb örgən, ədəbli ol, şeyxlərin yanına gedəsən. O kənddən çıxıb gedərsən filan şeyxin yanına, ondan filan elm alarsan, ondan filan elm alarsan, ondan filan elm alarsan. Yəni göndərir alimlərin yanına, bu deyir, yox. Təzəş metod çıxıb. Evdə zapistlərə qulaq alsın. Onda hamı qulaq olsun da. Onda ərəbdə hamısı alim olsun. Hamısı çoxlu cahildir. Öyle yox. Yəni aydın məsələlərdir qardaşlar. Məsələ deyim sizə ki, belə qaranlıqdır, aydın məsələ. Sadəcə olaraq mən burada belə bir şey görürəm, Allahu aləm. Yəni mən danışdığım, tutduğum, yəni münasibət. Orada qalan insanlar özdən sındıra bilmirlər. Nəyəsə görə. Nəyəsə görə, kiməsə görə. Bu bizim yolumuz deyillər. O qədər olub, o qədər olub. Amma onlar məsələsi, mən əslində mükəlləf deyiləm, gəlib kiməsə oturub söhbət edeyim. Mən üzərimə düşən haqqı deməkdir. Mən üzərimə düşən demək ki, bu düzdür, bu səhvdir. Mən üzərimə düşən gedib o adamları yığın başıma, gəlin mən sizə danışım. Belə sələf, belə əhlüsünnə, belə yol eləməyiblər. Belə yol, qullu haqq vamdır, sələflərin sözüdür. Yox, onlar anladırlar. Onlar məsələn deyirlər ki, Allahdan qorx, danışma. Qardaş, Allahdan ən çox qorxanları Quranda zikr edib alimlər. Onlar danışıblar. Qorxmaq lazım olsa da onlar qorxardılar. Çünki Allah ən çox qorxan onları deyir. Özünü qorxaq kimi göstərmir. Bəziləri özünü qorxaq kimi göstərir. Bu da bizim yolumuzdur. Mən özümdən, qardaş özündən nəsə çıxardıb desəydi, qardaş.
özümüzdən. Deyə bilərdin ki, yaş, Allahdan qorx. Böyük alimlər var. Sən düz olar. Mən özümdə eşitmirəm. Sadəcə səninlə alimlər arasında vasitəçilik eləyirəm. Deyirəm, axı sən bilmirsən. Ola bilər səndə təvasül yoxdur. Yəni saciniyyə yox, bağlılıq yoxdur. Mən sənə şey edirəm, kömək edirəm. Bax bu cür. Allah daha doğrusunu bilir. Mənə elə gəl ki, kifayət qədər yəni, bəs Allah bizi bağışlasın.